Əziz həmvətənlər, 2016-cı il tarixdə qalır. 2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olmuşdur. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında 3-4 dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür. Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq. Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır. Onu da qeyd etməliyəm ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizin qeyri-neft sənayesi bu il 5%, kənd təsərrüfatı isə 2%-dən çox artmışdır. Biz bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir. Çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız bizim həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir. 2016-cı ildə bütün sosial proqramlar icra edilmişdir. Artıqlaması ilə köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınmışdır. Əhalinin pul gəlirləri, baxmayaraq ki, 2016-cı il böhranlı ildir, 7% artmışdır, orta əmək haqqı isə 9% artmışdır. Bir sözlə, bütün çətinliklərə baxmayaraq, Azərbaycan 2016-cı ildə də inamla inkişaf etmişdir və bir də qeyd etmək istəyirəm, bu il qəbul etdiyimiz qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz nəticəsini verəcəkdir. Eyni zamanda biz ixracın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atmışdıq. Çünki neft gəlirlərinin aşağı düşməsi nəticəsində bizim valyuta gəlirlərimiz azalıb və biz qeyri-neft ixracının inkişafı ilə bu boşluğu bərpa edə bilərik. 2016-cı ildə bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib, bizim dostlarımızın sayı artıb, bizi istəməyən qüvvələr, bizə vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi səhnədən gedirlər. Azərbaycan beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilmişdir. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, qoşulmama hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlər qəbul edilmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xarici siyasətimizin əsas prioritetidir və deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir. Qondarma Dağlıq Qarabağ qurumunu heç bir ölkə tanımır və tanımayacaqdır və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir. Və status quo-nun qəbul edilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrinin prezidentləri, eyni zamanda ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir. 2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaqdır. 94-cü ildən
bugüne qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. Aprel ayında erməni silahlı təhribatının qarşısını alaraq bizim ordumuz düşmənə sarsıcı zərbələr vurmuş və işğal edilmiş torpaqların bir hissəsini azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edilmişdir. 10 minlərlə hektar torpağa indi Azərbaycan ordusu tam nəzarət edir. Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əskəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir. Bizim bayrağımız bugün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarda dalğalanır. Və azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir də demişdim ki, heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır. 2016-cı ildə bizim böyük idman qələbəmiz də olmuşdur. Rio Olimpiya oyunlarında idmançılarımız tarixi qələbə qazanmışdır. 18 medal qazanaraq Azərbaycan bir daha sübut etdi ki, Azərbaycan idman dövlətidir və Azərbaycan idmançıları güclülərin sırasındadır. Medalların sayına görə Azərbaycan dünya miqyasında 200 ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Avropa ölkələri arasında 7-ci, postsovet məkanı ərazisində 2-ci, müsəlman aləmində isə 1-ci yerdədir Azərbaycan. Bu bizim böyük idman qələbəmizdir və eyni zamanda bu qələbə xalqımızın, dövlətimizin gücünü göstərir. Bu il biz müstəqiliyimizin 25 illiyini qeyd edirdik və bu bayram günümüzə bizim hərbçilərimiz, idmançılarımız bizə qələbə sevinci bəxş etmişlər. 2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində önəmli addımlar atılmışdır. Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Bu ilin əvvəlində ölkəmizin təşəbbüsü ilə artıq ikinci dəfə idi ki, Cənub Qaz Dəhlizinin məşvərət şurası Bakıda keçirilmişdir və bir daha bütün iştirak edən ölkələr və beynəlxalq təşkilatlar qəbul edilmiş yekun qətnaməsində Azərbaycanın liderlik rolunu vurğulamışlar. Cənub Qaz Dəhlizi Azərbaycanın təşəbbüsü ilə və böyük maliyyə dəstəyi ilə icra edilən qlobal beynəlxalq enerji layihəsidir. Bu tarixi layihədir və layihə icra olunandan sonra, bütün işlər başa çatandan sonra Azərbaycan çox böyük mənfəət görəcəkdir. Beləliklə, bu il proqram üzrə bütün işlər yüksək səviyyədə aparılmışdır və əminəm ki, vaxtında bu nəhəng transmilli layihə istifadəyə veriləcəkdir. Eyni zamanda bu il bizim yeni qaz yataqlarımızdan çıxarılacaq qazın həcmi də müəyyən edilmişdir və beləliklə Cənub Qaz Dəhlizini qidalandıracaq layihələr arasında təkcə Şağdəniz layihəsi deyil, eyni zamanda Abşeron qaz yatağı da olacaqdır. Bu il biz nəqliyyat təhlükəsizliyi istiqamətində hesab edirəm ki, tarixi addımlar atmışıq.
Bildiyiniz kimi uzun illər Şərq-Qərb nəqliyyat dəhlizinin icrası artıq başa çatır və Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində Azərbaycan çox önəmli addımlar atmışdır. Demək olar ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan tərəfinə düşən payı görüləcək işlər artıq görülübdür. Biz qısa müddət ərzində bütün işləri başa çatdırdıq və beləliklə gələcəkdə çalışacağıq ki, əlavə səylər qoyaraq bu iki önəmli magistral tezliklə işə düşsün. 2016-cı ildə Azərbaycanda referendum keçirilmişdir. Referendum azad, şəffaf şəkildə aparılmışdır. Bütün exit pollar referendumun rəsmi nəticələrini təsdiqləmişdir. Beynəlxalq müşahidəçilər də qeyd etmişlər ki, referendum azad, şəffaf şəkildə həyata keçirildi, heç bir pozuntu olmamışdır və Azərbaycan xalqının iradəsi referendum nəticələrində öz əksini tapmışdır. Referendum nəticələri bizim siyasətimizə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə görə, bu inama görə Azərbaycan xalqına bir daha öz minnətdarlığımı bildirmək istəyirəm və bir daha Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bütün səylərimi qoyacağım ki, bundan sonra da dövlətimizin, xalqımızın maraqları layiqincə qorunsun. 2016-cı il Azərbaycanda multikulturalizm ili elan edilmişdir. Bu il bir çox mötəbər beynəlxalq tədbirlər ölkəmizdə keçirilmişdir. Azərbaycan bir daha dünyaya sübut etmişdir ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, bir səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Azərbaycan multikulturalizm ideyalarının dünyada təbliği işində müstəsna rol oynayan bir ölkədir. Əziz həmvətənlər, bugün dünya Azərbaycanlılarının həmrəyliyi günüdür. Mən bütün dünya Azərbaycanlılarını səmimi qəlbdən salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Onlar bilirlər və bilməlidirlər ki, onların arxasında möhkəm, güclü Azərbaycan dövləti dayanır. Əziz bacılar və qardaşlar, mən sizi yeni il bayramı münasibəti ilə və dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə can sağlığı, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun.